Sizə Azərbaycan dilində ümumi təkrara gedəcək və mənə elə gəlir ki, bu da ən vacib məsələlərdən biridir ki, siz ana dili imtahanlarında, Azərbaycan dili imtahanlarında biliklərinizin nümayiş etdirilməsində bu tədbiri yada salacaqsınız. Çünki burada sizə çox şey aşılanacaq. Elvira müəllimə, buyurun. Minnətdarım, buyurun. Bizə, bu dünyada hər şeyi, bu dil əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimiz tək qoruyub nəsillərə, biz də hədiyyə verək. Əziz gənclərimiz, mən inanıram ki, Azərbaycan dilimizi, ana dilimizi göz bəbəyi kimi qoruyub, gələcək nəsillərə ötürəcəksiniz və buraxılış imtahanında yüksək nəticələr toplamaqla həm özünüzü, ailənizi, müəllimlərinizi sevindirəcəksiniz, həm də sizin uğurunuz bizim uğurumuzdur, təhsilimizin uğurudur. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Elvira Verdiyeva buraxılış imtahanlarına dəstək olmaq məqsədi ilə bugün Azərbaycan dilində buraxılış imtahanına düşən mövzular üzrə təkrar edəcək bir yerdə. Birinci bilirik ki, Azərbaycan dili fənninin ilk şöbəsi, dilçiliyin ilk şöbəsi fonetikadır və fonetikada da buraxılış imtahanına mütləqi bir sual düşür. Və fonetikada hansı məqamlara diqqət etməliyik? Bugün onları sizin nəzərinizə çatdıracağım. Gəlin baxaq. Fonetika bilirik ki, danışıq səsləri haqqında elmdə artıq hər birimizin saitlər və samitlər haqqında məlumatı var. Yəni, mən bu haqda sizlə danışmayacağam. Fonetika
müşahidə edilmir. Ən çox qarşımıza çıxan suallardan biri fonetikada sonu BCDG samiti ilə bitən sözlərin tələffüzüdür. Mən sizə müraciət etmək istəyirəm, sonu BCDG samiti ilə bitən sözlər müstəqil formada necə tələffüz edilir? Onlara saitlə başlayan şəkilçi, yaxud da samitlə başlayan şəkilçi artırdıqda necə tələffüz edilir? Bu qaydanı gəlib lövhədə kim yazıb göstərər? Buyur, arkadaşımız. Sonu qurma bitən, məsələn, kitab sözünü yazalım. Kitap sözünde samitçe başlayan şekilde artırımda bulup boyuna kesilmesi. Kitap da. Tələffüz zamanı çar qarşılığına keçir. Yəni, həmin cingiltili samitlər çarlaşır. Həmin sözlərə saitlə başlayıb gəlib şəkilçi artıraq. Görək nə baş verəcək? Məsələn, kitabın, yaxud da saitlə başlayan söz gəlsə nə baş verəcək? Məsələn, kitab almaq nə olacaq? Kitabı almaq olanda Baş verilmeli. Saitçe başlayan oldu, uçumu kalmış, çarlaşmış. bunu düstur kimi də yadda saxlaya bilərsiniz. BCDG yazırıq. Sait. Burada heç bir dəyişiklik baş verilir. Yəni sonu bu samitlərlə bitən sözlər olduğu kimi də tələffüz ediləcək. Məsələn, bulud yazılacaq. Elə bulud da tələffüz ediləcək. Saitlə başlayan şəkilçi heç bir dəyişiklik baş verməyəcək. Amma samitlə başlayan şəkilçi gəldikdə BCDG üstə gəl samit keçəcək kar qarşılığı. Yəni bərabər olacaq. Bunun kar qarşılığı nədir? Bəli, C-nin kar qarşılığı D, C, afərin. Kar samitləri yadda saxlamaq üçün bir cümlə var ki, biz o cümləni yadda saxlayıb kar samitləri asanlıqla tapa bilirik. Yəni imtahanda olur ki, həyəcanlandırır, hansı kardır, hansı cingiltilidir. Həmin cümləni bilən var aramızda. Məsələn, buyur sən. Cümlələri yadda saxlayanda, yəni asanlıqla oradakı samitlərin hamısı kar samitdir. Bu cümlədə yəni asanlıqla yadda saxlamaq olar. Keçək sonu k ilə bitən, sonu q ilə bitən sözlərin tələffüzünə. K samiti 5 səs ifadə edir. Bizi maraqlandıran məqam sonu k ilə bitən sözlərin tələffüzüdür. Sonu k ilə bitən sözlər, milli sözlər Eğer bunlar milli süreç milli sözlü ve pardon bilmeyenler, ama mesela sahitle başlanan şekilde altında y'ye çekilecek. Bundan bilmeyenler ki milli sözlü. Lakin y'ye çekilecek. Ama üstteki şekilde telaffuz olduğunda çığ hız işleme çekilecek. sonu k ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırdığında k-yə əvəzlənməsi baş verirsə, baxın, çörək çörəyi, ürək ürəyin k-yə keçirsə, deməli həmin sözlər bizim öz sözlərimizdir. Və bizim sözlərimiz, yəni əsl Azərbaycan mənşəli sözlər müstəqil formada, şəkilsiz necə tələffüz edilir?
çörəkdən kimi tələffüz olunur. Daha çörəkdən yox, orada yığ deyil. Yığının kar qarşılığı çörəkdən kimi tələffüz ediləcək. Yaxud da gəlin saytla başlayan söz artıraq. Məsələn, çörək ətri. Buyurun. Orada da eylem paylaşmış. Yine çörək Bax, inşallah, çörək ətrinin tələffüzündə burada y oldu. Niyə? Çünki bayaq dedik ki, k-la bitən sözə sahiblə başlayan şəkilçi artıranda k-yu əvəzlənməsi baş verir. Yenə eyni qaydadır. Özündən sonra baxın, gələn sözə fikir verirsiniz. Özündən sonra sahiblə başlayan söz gəldiyinə görə çörək ətri kimi tələffüz ediləcək. Deməli, siz sonda k-la bitən sözdən sonra başlayan sözə yaxud da şəkilçiyə diqqət etməlisiniz. Əgər sahibdirsə, y kimi, sabitdirsə, is səsi kimi tələffüz edilməlidir. Çox sağ olun. Buyur. Nəyi düzgün vurğulamadı yoldaşımız? Bayraqda sözü deyib ki, necə yazılır, elə də tələffüz edilir. Düzgün deyil. Necə tələffüz ediləcək? Buyur, qızım, buyursan. X kimi, bəli, bayraqda samitlə başlayan şəkilçi artırdıqda, baxın, olacaq bayraqda. Yəni bunu düstur kimi yazsaq, q üstə gəl said, bərabərdir. Burada q keçəcək q-ya, q kimi. Said gələndə deməli, q kimi tələffüz edilir. Baxın, yazılır həmçinin bayrağı. Amma samit gələndə q üstə gəl samit, x kimi tələffüz edilir. Bərabərdir, x yazılır. Yəni bayraqda. Yaxud da yazsaq ki, bayraq meydanı. Necə tələffüz ediləcək bayraq meydanı? Bəli, x kimi tələffüz ediləcək. Niyə x kimi tələffüz edilir? Çünki özündən sonra samit gəlir. Özündən sonra said gələndə, məsələn, bayraq astıq yazılır. Orada q nə olacaq? Necə tələffüz ediləcək? Bəli, x kimi. Bayraq astıq. Çünki özündən sonra said gəlir. Amma samit gələndə x kimi tələffüz edilir. Deməli, siz fikir verin ki, özündən sonra gələn söz saidlə başlayır, yoxsa samitlə başlayır. Çox sağ olun. Sözün ortasında n hərfi özündən sonra bu və m gələndə m kimi tələffüz edilir. Bu qaydanı da qeyd edə bilərsiniz. Uşaqlar, ümumiyyətlə sizə məsləhət görürəm ki, müəyyən qeydlər götürün. Sonra o sizə lazım olacaq. Çünki əsas qeydlərdir. Baxın, məsələn, tənbəl yazılır. Necə tələffüz edilir? Zambar. Bəli. Amma bir qrup söz var ki, onlar m-la yazılır, elə m-la da tələffüz edilir. Həmin sözlərin bir neçəsini qeyd etmişəm. Baxın, kombinat sözüdür, kompot sözüdür, kombi sözüdür, hambal, bomba. Bu tipli sözlər var ki, bunlar elə m-la yazılır, m-la da tələffüz edilir. Məsələn, qumbara sözündə uşaqlar çaşır, bu numaradır, yoxsa qumbaradır. Orada qum sözünü yadda saxlayın. Qumda m-la olduğuna görə elə qumbara olacaq. Bomba sözü də ikisi də partlayıcı maddədir, deməli qumbara, bomba olan ikisi də elə f-dan olacaq. Bu zürriyyətdə saxlamaq olar. Sonra keçək, fonetik təhlil zamanı bayaq qeyd elədik ki, biz sözlərin tələffüzünə fikir
sondadır. Amma desəm ki, Mirzə Ələkbər Sabir dövrünün görkəmli satirik idi, vurğusu əvvəldədir. Yəni, vurğu əvvəldədirsə isimdir, vurğusu sondadırsa sifətdir. Bizdə də təhlil edəndə bu cür tapşırıq verilir. Deyir ki, tutaq ki, lirik sifətidir, təhlili ilə bağlı doğru fikri tapın. Bax, sifət dedi. Sifət dedisə, vurğu sondadır. Ona görə də çaşdırmaqdan ötürü variantın birində deyəcək ki, vurğusu əvvəldədir. Yəni, ona fikir verir. Bu sözləri necə yadda saxlayırıq? Sonu ilklə bitir bu sözləri. Fikir versəz, lirik, satirik, romantik, akademik, qrafik və s. Bunların içərisində elektrik sözü var ki, bunun vurğusu dəyişsə də bir qıssası dəyişmir. Elektrik, yaxud da elektrik. Məsələn, mənim atam elektrikdir. Vurğusu əvvəldədir, bu isimdir. Yaxud da ki, elektrik enerjinin növü yenə də isimdir. Baxın, sağ tərəfdəki sözlərin vurğusu dəyişsə də, onların nitq qıssası dəyişmir. Məsələn, bina, bina, şaxta, şaxta. Sözlərin vurğusu dəyişir, mənası dəyişir, amma nitq hissəsi yenə isim olaraq qalır. Mütləq sözləri əzbər yadda saxlamaq lazımdır. Sonra, bu sözlərin yazılışına diqqət edin. 2021-ci ilin buraxılış imtahanında testə düşən sözlərdir ki, bunları xüsusi dedik ki, baxasınız bəlkə yadınızda da qalar. Məsələn, bu yaxınlarda sınav imtahanı oldu, orada casus sözü düşmüşdü. Uşaqlar onu cəsus olduğunu düşünüb səhv götürmüşdülər. Casus yazırlar, ona fikir verir. Ən çox calaldır, amma cəlal kimi götürürlər, orada səhvə yol verirlər. Kəlavay sözünə baxaq, kəlavay sözünün yazılışı, kəhrəba sözünün yazılışı, alüminium, illüstrasiya tipli sözlərin yazılışına xüsusi diqqət etmək lazımdır. Həmçinin burada əhliləşdirmək sözünə baxaq. Əhliləşdirmək deyil, orada bir bu var, əhliləşdirməkdir. Yəni, bu sözlərin yazılışına xüsusi diqqət etmək lazımdır. İmtahanlarda tez-tez qarşımıza çıxan məqamdır. Bir yığından yazılan sözlərə baxaq uşaqlar. Yəni, fikir verirsiniz ki, bəzi mağazaların qarşısında yazılır ki, ehtiyat hissələri 2 yığından yazılır. Yəni, kobud bir səhvə yol verilir. Bu söz bir yığından yazılır, ehtiyat. Yaxud da ehtiyac yox, ehtiyac, tərbiyə, bir yığından. Bax, bu sözlər bir yığından yazılırlar. Fikir verir həmin sözlərə, heyət. Yəni, heyət yox. Məsələn, bəzən qarşımıza çıxıb yazılır, redaksiya heyəti, 2 yığından yazılır. Xeyr, redaksiya heyəti. Yəni, sözlərin düzgün yazılışına xüsusi fikir vermək lazımdır. Bu sizin həqiqətən də savadınızın göstəricisidir, peşəkarlığınızın göstəricisi ola bilər. İndi bu suala diqqət edək. Mən istəyirəm sizinlə müzakirə şəklində bu suala cavab verək. Bəzən testlərdə çaşdırmaq üçün belə bir sual nümunəsi təqdim olunur. Baxaq suala. Səs sözünün fonetik təhlilinə aid olan fikirləri seçin. Gəlin baxaq. Bir variantlara baxaq. Görək orada fonetik təhlilinə aid olan fikirlər hansılardır? 5 səs 5 hərfdən ibarətdir deyə olur. Düzdürmü? Amonim olan sözdür. Doğrudurmu? Yaxşı, bu qalsınına geri dönərim. Qurğuşca sadə isimdir. Düzdürmü? Düzdür. Qurğusu sonuncu heyecandadır. Düzdürmü? Bax, qurğuda nəsə susduz. Qurğunu tapmaq elə sizə çətin olmasın. Heyecanların üstünə atın. Onda tapacaqsınız. Baxın, biz tələffüz edəndə necə deyirik? Çay deyirik, yoxsa çay deyirik. Qurğusu hala düşdü? Sonuncu heyecan, bəli. Deməli, 4-cü variant da düzgündür. Bir də qaydaq 2-ci varianta. Səs sözü sizcə amonimdir mi? Hamı dəqiq şəkildə xeyirdir. Biraz düşünün. Səs sözün hansı mənaları ola bilər? Uşaqlar, ümumi isimlə xüsusi isim amonim ola bilərmi? Xeyr, ola bilməz. Ümumi xüsusi isim amonim ola bilməz. Onda bu səs sözün başqa hansı mənası var? Buyurun. Afərin, görünür ki, sən gələcəyin həkimisən. Düzdür, səs sözü xəstəlikli biologiyada termindir. Ona görə də düzgün, o da düzgündür. Bəs 4 variantın 4-ü də düzgündürsə, onda səhv hardan uşaqlar? Görün kim tapacaq? Suala diqqət edin, sualda sizə nə istəmişdir? Fonetik təhlil. Burada hansı variantlar fonetik təhlil aid deyil? Bəli, 2 ilə 3 fonetik təhlil aid deyildir, 2 leksik təhlildir, 3 morfoloji təhlildir. Deməli, sualları düzgün cavablandırmaqdan ötürü ilkin olaraq biz sualın mahiyyətinə varmalıyıq. Sualda bizdən
doğru olar, bəli. Biz burada bütün sözləri öyrənirik və leksikologiyada şagirdlərin çətin çəkdiyi məqamlar çox mənalı sözlər, amonimlər, sinonim və antonimlərdir ki, bizim bir sualımız da sırf bu bölmədən düşür. Sizə sualım var, çox mənalı sözlərlə amonimlərin fərqi nədir? Çox mənalı sözlər qeyd etdiyi yoldaşımız ki, məcazi mənada olur. Doğru mu dedi? Bəli, düzgündür. Çox mənalı sözlər mütləq məcazi mənada olmalıdır. Amonimlərdə isə bu müşahidə edilir. Amonim sözlər heç vaxt məcazi mənada ola bilməz. Məsələn, deyirəm ki, yolun başı, kəndin başı, küçənin başı, fikir verirsə baş sözü həqiqi oluyorsa məcazi. Bəli, deməli, həmin söz necə sözdür? Çox mənalı, afərin. Amonimlərə diqqət edək hansı məqama? Mənim sualım var, biz amonimləri tapanda sözün kökünə yoxsa başlanğıc formasına baxırıq. Bəziləriniz deyir kökünə, bəziləriniz deyir başlanğıc formasına. Biz amonimləri tapanda mütləq onun başlanğıc formasına baxmalıyıq. Kökə əsasən biz amonimləri müəyyənləşdirə bilməliyik. Məsələn, mən bir söz yazdım. Baxın, görün o anonim dedim. Və sözün başlanğıc forması nədir hələ? Onu da bir soruşum sizdən. Leksik şəkilçi bəli, daxildir başlanğıc formaya, deməli qrammatik şəkilçiyə qədər olan hissəsidir. İndi 50 sözü sizcə anonim sözdürmü? Necə sübut eləyər? Kim gəlib burada sübut eləyər ki, 50 sözü anonim sözdür? Məşmamurdan bağlanır. Səhvəsiləbəndən Albakan tam ortamıdır. Sözümüz 50-dir, deyib ki, omonim ola bilərmi? Məncə ola bilər. Bir var 50 say mənasında. Bir, elə 50 özü 50 elə özü sadədir. Bir var 50 olmuş, yəni mərkəzli uşaq. Bu da omonim ola bilər. Sözün kökü. Razısınız uşaqlar.
kökləri eynidir. Bəli, antonim olmağından ötürü eyni köklü ola bilməz. Sözlər tamam bir-birinin əksi olmalıdır. Məsələn, gecə, gündüz sözləri. Yəni, duzlu sözlüklə duzsuz sözü eyni köklü olduğuna görə biz onları antonim kimi götürə bilməliyik. Uşaqlar, məna fayları eynilik hissəsinə aid olan, baxaq, sinonimlərdir, antonimlərdir, çox mənalı sözlərdir. Mütləq yadınızda saxlayın ki, bunlar eynilik hissəsinə aid olmalıdırlar, hansı ki, bu fayları vurguladı və frazoloji birləşmələr. Yəqin fikir verirsiniz, sınav imtahanlarında mütləq ki, monitoringdə, sınav imtahanında, buraxılış imtahanında bir saat mütləq ki, frazoloji birləşmələrdən olur. Frazoloji birləşmə nə deməkdir? Başa düşürsünüz mənasını. Kim izah edə bilər? Frazoloji birləşmə nə deməkdir? Eynəli tərkibcə dəyişməyən sabit söz birləşmələrdir. Bəli. Mənim sizə sualım var, uşaqlar. Frazoloji birləşmələrin amonimliyi, sinonimliyi, antonimliyi məsələsi haqqında yəqin ki, məlumatınız var, elədir? Mənim sualım budur ki, burnunun ucu göynəmək frazoloji birləşməsinə baxaq. Cümləni içərisində bizə verildi iki cümlə. Ananın oğlundan ötürü burnunun ucu göynürdü, onun şaxtadan burnunun ucu göynürdü. Bu birləşmələri amonim frazoloji birləşmə götürə bilərikmi? Kim izah edə bilər? Gəlsin izah eləsin. Çox az uşaqlar qaldı nədənsə. Bax, bu sıradan zəhmət olmasa, bu sıradan. Yaxşı, gəlin. Buradan kim gəlmək istəyir? Gəl. Deyəsən, frazoloji birləşmədə çətinliyimiz var. Mənim şaxtadan burnunun ucu göynürdü, həqiqi mənalıdır. Həqiqi mənalı sözü frazoloji birləşmə ola bilməz. Frazoloji birləşmə olmaq üçün sözün məcazi mənalı olmaq lazımdır. Onun anasının uşaqlar özü burnunun ucu göynürdü sözü frazoloji birləşmə. Çünki orada məcazi mənalı Uşaqlar, frazoloji birləşmə mütləq amonim olmağından ötürü hər iki məna payının məcazi mənada olmaq lazım idi. Əgər şaxtadan burnun ucu göynürsə, bu həqiqi mənadadır. Deməli, həmin frazoloji birləşmə amonim frazoloji birləşmə sayıla bilməz. Yaxşı, bir sualım da var. Dilotu yemək frazoloji birləşmənin yəqin ki, mənasını bilirsiniz. Dilotu yemək nə deməkdir? Bəli, çox danışmaq deməkdir. İndi, dilotu yemək frazoloji birləşməsinin antonimi susmaqdır desəm, düzümü demiş olacaq. Niyə? Bəli, həqiqi mənadadır. Yaxşı, dilotu yemək frazoloji birləşməsinin antonimi olan frazoloji birləşmə. Ağzına sual qoyturmaq, bəli, ağzını qıfırlamaq, düz vurguladınız. Deməli, biz nə öyrəndik? Frazoloji birləşmənin antonimi, sinonimi, amonimi nə olmalı? Mütləq ki, məcazi mənada olmalı. Yəni, bu məqama diqqət etsə, sizin bir sualınız artıq hazırdır. Sevir. Söz yaradıcılığında diqqət etməli olduğumuz bir məqam var. Adətən uşaqlara sual veriləndə ki, sözün, məsələn, bir nümunə deyim, əkinci sözünün, deyirəm ki, əkinci sözü hansı nitq hissəsindən düzəlib? Əkinci sözü hansı nitq hissəsindən düzəlib? Bunu kim gəlib? Lövhədə kök şəkilci ayırar və onun hansı nitq hissəsindən düzəldiyini bizə yanlış şəkildə göstərər. Uşaqlar, xahiş edən biraz aktiv olaq. Səhv etməkdən qorxmayın, çünki səhv etmək özü də öyrənmə imkanıdır. Biz səhv edərək öyrənirik. Heç cavab verməyən uşaqlarımızdan. Buyursan. Bu qız, bəli. Əkinci sözü hansı nitq hissəsindən düzəlir? Deməli, əkinci sözünün kökü əkmək feilindən əkin ismi yaranır, əkin ismindən də əkinci ismi yaranır. Deməli, bu sözün kökü əkmək feilidir. Hansı nitq hissəsindən yaranır desəm,
baxın, axırıncı leksik şəkildə hansı söz artırılır? Əkin sözünə. Mən soruşsaydım ki, əkinci sözünün kökü hansı nitq hissəsidir, nə deyəcəydiniz? Demək, eynidir, bəli, deyəcəydiniz. Amma əkin sözü hansı nitq hissəsidir? İsim. İsim olduğunu necə bildik? Sual verməkdir. Uşaqlar, biz nitq hissələri necə müəyyənləşdiririk? Sualına əsasən, bəli. Yaxşı, növbəti. Uşaqlar, mən sizdən soruşsam ki, ən çox bizə buraxılış imtahanlarında qarşımıza çıxır. Baxın, soruşuram ki, düzgün sözünün kökü hansı nitq hissəsidir? Bax, bu düzmək feyli də ola bilər, düz sifəti də ola bilər. Bunu necə müəyyənləşdirək? Kim gələr bunu izah eləyər? Məktəbimizin şagirdi də adını bilirəm, ona görə müraciət edirəm. Şəkilsin feylər artırılır. Bir feyl seçirəm, məsələn, bu şəkilsin feyli. Başqa kimsə izah eləmək istəyirsə gəlsin. Vallahi aksik olaraq. Sizin necə? Sözün kökü düzdür. Düzlük sözü sözü yaranır. Düz sözün kökü feyildir. Düzgün yararımızdan. Düzgün böyle. Vallahi siz də düzgün bir izah elədiniz. Yəni qrammatik cəhətdən düzgün bir izah verdiniz. Biz bunun yəni etimologiyasını araşdırırıq. Gəlin baxaq, düzgün sözün. Baxın, bura yaxınlaşdı. Süzgün yazdı. Görək kim davamı gətirəcək. Buyur. Buradan. Buyur. Gəl. Keçiniz siz diqqətlə qulaq asın. Deməli, düzgün sözü sifətdir. Bu zaman belə kök şəkilsi ayrılır. Bu da kök şəkilsidir, leksik şəkilsidir və sifət düzəltmə şəkilsidir. Bu sifət düzəltmə şəkilsi feildən sifət düzəldir. Buna görə də bu sözün kökü feildir. Nümunəni də yazdı digər şagirdimiz. Süzgün sözünə baxın. Əgər yadınızdan çıxır ki, qıncın şəkilsi adlara artırılır yoxsa feillərə. Bu zaman həmin şəkilsini başqa bir sözə artırın uşaqlar. Məsələn, süzgün, əzgin, yorğun. Fikir versəz, hamısının kökü nə oldu? Hansı nitq hissəsi oldu? Feil oldu. Deməli, düzgün sözün kök hansı nitq hissəsidir? Feildir. Afərin. Deməli, biz nə öyrənmiş olduq? Nəyi öyrəndik? Hal-hazırda biz nəyi öyrənmiş olduq? Sözün kökünü tapmaqdan ötürü neynəməliyik? Onun hansı nitq hissəsinə aid olduğunu bilməkdən ötürü neynəməliyik? Şəkilsini başqa sözə artırmaqla da tapmaq mümkündür. Gəlin, maraqlı mövzularımızdan biri olan eyni köklü sözlərlə tanış olaq, eyni köklü sözlər bölməsini, bəhsini təkrar eləmiş olaq. Baxın, mən bir neçə söz yazacağım və siz özünüz müəyyənləşdirəcəksiniz ki, onlar bir-biri ilə eyni köklüdür, yoxsa yox. İnşallah, gəl sözlərə diqqət edək. Gülüş, gülçü, güldan, güllər. Bu sözlər bir-biri ilə eyni köklüdürmü? Yaxud bu sözlərdən hansılar bir-biri ilə eyni köklüdür? Bunu kim səliqəli bizə izah edər? Buyur.
sözləri eyni diksiyası olmalıdır və tərkibində mütləq leksik şəkilçi olmalıdır. Uşaqlar, isimlərdə hal və məsuliyyət şəkilçilərin gəlib müəyyənləşdirməsinə baxaq, cümlələr əsasında. Şagirdlərimizdən kimsə gəlsin, ona təqdim olunan cümlədə verilən sözün tərkibindəki şəkilçinin hal yaxud da məsuliyyət şəkilçisi olduğunu müəyyənləşdirsin. Kim gəlmək istəyir? Biraz aktiv olaq uşaqlar. Digər məktəblərin şagirdləri, zəhmət çəkib yol gəlmişsiniz, öyrənməyə gəlmişsiniz. Gəlin. Yaz kitabı məndə qaldı. Kitabı məndə qaldı. Biraz buyurun. Baxın, bəli, kitabı sözü, burada bunu səliqəli yazın. Deməli, kitabı məndə qalıb cümləsində baxaq görək, kitabı sözündəki ı şəkilçisi təhsili halın şəkilçisidir. Bilir ki, təhsilin şəkilçisi də I-U-U-'dur. Yoxsa mənsubiyyət şəkilçisidir. Yəni, üçüncü şəxsin təkinin də mənsubiyyət şəkilçisi I-U-U-'dur. Bunu müəyyənləşdirmədən ötürü neynəməliyik? Burada iki yol deyəcəm sizə. Birinci, mənsubiyyəti tapmaqdan ötürü bunu artıra bilərik. Bunu məndə qaldı deyə bilmərik. Deməli, təhsil hal deyil. İkinci hal olaraq isə onun kitabı məndə qaldı. Deməli ki, yəni qaldı. Yəni qaldı. Özünə mənsubiyyət şəkilçisi söz tələb etməlidir. Deməli ki, burada kitabı sözündəki I şəkilçisini biz təhsili götürə bilməliyik. I şəkilçisi mənsubiyyət şəkilçisidir. Adı qalmır. Yəni, qısacası, əgər mənsubiyyət şəkilçili söz varsa, mütləq onun yiyəsi var və biz onun yiyəsini tapmalıyıq. Kitabı, onun kitabı məndə qalıb, bu kitabın yiyəsi var, yaxud Akif kitabı məndə qalıb, onu tapmalıyıq. Əgər o təhsili hal olsaydı, məsələn, yazaq ki, kitabı oxudum. İndi kitabı oxudum cümləsinə baxaq. Görək, burada kitabı sözündəki I təhsilidir, yoxsa mənsubiyyət? Burada kitabı sözü onun artıra bilir. Onun kitabı oxudum deyə bilmərik. Və yaxud da başqa cür desək, bunu oxudum deyə bilərik. Deməli, bu zaman biz buradakı şəkilçi təhsili hal şəkilçisidir. Deməli, təhsili halda olan sözü bunu əvəzliyinə əvəz edə bilərik. Bax, kitabı oxudum, bunu oxudum. Asanlıqla, bax, bunu yadda saxlasaz vəsizdir. Yaxud da mənsubiyyət şəkilçili sözdən əvvəl öz əvəzliyi artıra bilərik. Öz kitabı məndə qaldı. Bax, bu cürdə tapa bilərsiniz. Təhsili halda olan sözü bunu sözü ilə əvəz eləyərək də tapa bilərsiniz ki, kitabı oxudu, bunu oxudu. Çox sağ olun. Bilirik ki, adlı halının sualı nədir? Qeyri-müəyyən təhsili halının sualı nədir? Gəlin, iki cümlə əsasında müqayisə edək. Şagirdlərdən kim gəlmək istəyir bu dəfə? Ki, verilən söz adlı halındadır, yoxsa qeyri-müəyyən təhsili halındadır? Yaxşı, buyur sən. Yazaq, əliyə kitab verildi. Əliyə kitab verilmiş. Burada kitab sözünü müəyyənləşdirəcək. İkisində də fikir versəniz, nə sualına cavab verir? Heç birində şəkilçi yoxdur. Bəs necə müəyyənləşdirək? Bunun hansıdır təhsili, hansıdır adlı hal? Burada əliyə kitabı verilmiş.
Biz o sözləri necə yadda saxlayırıq? Asan olsun deyə necə yadda saxlayırıq? Onlar hansı sözlərdir? Buyur. Hansı sözlərdir? Səyə bilərsənmi? Bəli, düzgün vurğuladı şagirdimiz. Həmin sözlər hansı sözlərdir? Beyin, alın, burun, ağız, çiyin. Fikir versəz insana aid olan sözlərdir. Bunu asanlıqla yadda saxlamaq mümkündür. Həmin sözlərə yalnız mənsubiyyət şəklisi artırdıqda ikinci saytını itirir, nə deməkdir? Məsələn, kim gəlmək istəyir? Mən sözlər verəcəm. O müəyyənləşdirəcək ki, həmin sözün tərkibindəki şəkilçi mənsubiyyət şəkilçisidir. Kim gəlmək istəyir? Xahiş edirəm, biraz aktiv olaq. Qorxmuyor, burada qorxulu heç nə yoxdur. Buyur, sən cavab vermələrə səndən